hoş gelmişsiniz. Sol yanım, selam. Bugün sizlerle birlikte ders çalışacağız. Ama elə belə ders oxumaq yox, dibinə qədər dərs olacaq. Amma belə deyək də indi. Təbii ki, mən full oturub stolun başında 5-6 saat dincəlmədən dərs falan oxumuram. Mən biraz oxuyacağım, biraz gedəcəm, özümə çay falan süzəcəm, gətirəcəm. Arada gedərik, başqa şeylər eləyərik və s. və s. Yəni sırf dərs olmayacaq, amma bir yerdə çox qəşəng dərs oxuyacağıq. Həm də sizə məncə motivasiya da verəcəm. Belə bir video olacaq yəni. Onda inşallah bəyənərsiniz. İndi ilk olaraq kompüter açmaqla başlayıram, çünki çox vaxt video izahla başlayıram. Yəni məsələn fizika ilə başlamaq istəyirəm bu gün. Bir dənə gətirim görüm ev tapşırığı olaraq nələr var. Onları bura qeyd edək falan bu dəftərə. Ləmanın aldığı dəftəri kullanacağım. Həm fizika, həm də riyaziyyat hazırlıqlarım var. Ona görə bayağı bir dərs oxumalıyıq. Yəni Evet, çok doğru söylüyorsun. +1. Aynen öyle. Tamam, baxdım indi ev tapşırıqlarıma. Deməli, riyaziyyatdan 82 dənə sualım var. Üslü və loqaritmik təngliklərlə işləyəcəm. Bu arada ilk dəfə də belə yuxarıdan çəkmək istədim. Belə daha qəşəng olacağını düşündüm. Elə. Deməli, onda gəlin. Burada öz müəllimənin bir izahını açım. Saatı falan öyrənmək istəsəz, deyə bilərəm ki, saat 6-dır, 7 işləyir. Sadası. Hə, deməli, istəyirəm ki, səhər, axşam daha tez yatım. Mənim hədəflər. Axşam saat 11-də falan yatım. Düzünü desəm, mən axşam çox da gec yatmıram onsuz da. Ben diyeyim size onu. Amma səhər tez durmuram. Bundan sonra istəyirəm ki, axşam vaxtında yatım. Melih bak Melih. Uçağın kalkıyor Melih. Melih bak uçuyorsun. New York America uçuşlar. Səhər saat təxminən 5-6 kimi durum, amma bunu biraz çox eləyim də. Yəni normalda arada sırada eləyirəm. Bunu biraz daha çox eləməliyəm. Hə, 5-dən 6-da durum. Məktəbə gedənə qədər elə bil ki, özümə günlük qoyduğum əlavə hədəflərimi eləyim. Məsələn, mən fizika, riyaziyyat, ev tapşırığımı bu dəqiqə eləməliyəm, bunun üçün məcburam. Amma əlavə şeyləri eləməyə məcbur olmadığım üçün günün sonunda bunları qutarandan sonra əlavələri eləməmiş, yəni yatıram. Sonra səhər durub onu eləm. Ona görə istəyirəm ki, artıq bu əlavələri səhər durub eləyim, əlavə etmək istədiyim təkrarlar və s. Sonradan məktəbə gedəcəm. Məktəbə getmədiyim gün təbii ki, oturub başqa hazırlıq tapşırıqlarına və s. də işləyə bilərəm. Amma məktəbə gedəcəm. Məktəbdən gələndən sonra hazırlığım varsa ona gedəcəm ki, hər gün hazırlığım olursa da. Hə, məktəbdən sonra hazırlığa gedəcəm. Hazırlıqdan gəldikdən sonra videoları editləyəcəm, paylaşacağam. Ondan sonra bu da çünki mənim üçün bir hədəfdir. Yəni bunu qurtardıqdan sonra artıq keçəcəm dərsimi oxumağa. Ya da ki, bunun sırası dəyişə bilər, amma çox vaxt belə eləmək istəyirəm. Hazırlıqdan gələndən sonra çünki yorğun oluram onsuz da. Oturub dərs oxumağa halım olmur. Ondan sonra yəni daha çox videonun editi ilə məşğul oldum. Ondan yəni telefonda işləyirsiniz də təbii ki, daha rahat olar. Hə, elə qutarım, o hədəfimi də tamamlayım, sonra da bura keçmək istəyirəm. Məncə mükəmməl. Bunu da artıq şey eləyəcəm. Belə planlaşdıracağam, özümə cədvəl eləmək istəyirəm və sizlərlə bir yerdə belə təxminən 2 gün ya da 3 gün, da bilmirəm, o videonun mənim çəkdiyim müddətinə baxır. Çox çəksəm ki, ondan mən 3 gün belə çox video çəksəm, onu bir video halına gətirə bilmərəm təbii ki. Ona baxırdı. İndi baxaram, belə günlük həmin bu dediyim vəziyyəti proqramlaşdıracağam. Onu sizlərlə bir yerdə tətbiq edəcəyik həyatımda. Ama. Bakın arkadaşlar şu an espri yaptım. Gülün. Uşaqlar bu arada bayaq nə olub bilirsiniz. Mən çəkdiyimi nəzərdə tuturdum. Orada kameranı açmışam. Burada da video izaha baxıram. 20 dəqiqəlik video izaha baxdım. Burada da qeydlər götürürəm. Arada dönüb kameraya danışıram falan. Bir getdim ki kamerayı yandırmamışam. Biliyorum. Ha 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 çok komik. Evet, ben yaptım. İyi yapmış mıyım? İyi yapmış mıyım? Neyse, indi mahnı qoşdum. Boş verin, moralimiz bozmaq yox. İndi mahnı qoşdum, qaydanı oxuyacağam. Sonra da testini işləyəcəm. Mahnı gəl və bax. Gel ve bak. Gece nece yaraşır sana. Hilal ala gözlerine. Aralarda arzular görür mene. Gel ve bak.
aparır. Yana atır məni dünənlərin içinə. Acı xatirələrimin dəli qatarı. Uçuruma aparır məni sənin izin. Görə bilirsənmi gələcəyimizi? Qocalarma əlin əllərimin içində. Bunlar hamısı tapmacadır bizə gizli. Heç kəs bilmir cavabın. Nə gətirər qarı qutuları sabahın. Dolu işıq ilə yoxsa içi qaralı. Dizi yaralı sevgidən amma gedir yolun davamın. Gramofonun səsi ruhlar elə dolu. Mənim yuxularım buruqlar elə dolu. Məktubları yoxlar elə dolu. Nöqtələr aralar ilə yaralıdır qəlb. Çünki sevgin oxlar elə dolu. Gel ve bak. Gece necə yaraşır. Uşaqlar, indi yemək yeməyə gedirəm. Çünki anam dedi ki, gəl yemək soymadan ye. Dedim, tam konsentre olmuşam. Qoy yazım. Yox. Ona görə bir dənə yeməyimi yeyib gəlib davam edəcəm fizikaya. Neçən sualdayım? 12-ci sualdaydım fizikadan da. Qaydanı oxumaq bayağı vaxtım aldı. Yəni bayağı çətin idi. Yeməğimi yedim, gəldim. İndi təkrar oturdum və fizikaya yazdım. Tam bu nöqtədə səsləndirici Aliyə xanım daxil olur. Dedim birazdan mən danışım, siz qulaq asın. Nə demək istəyirdim? Demək istədiyim o idi ki, mən elə bir ki, hər həftə çalışacağam 1-2 video, ən azından bir video yükləyirəm, amma arada olar 2 video da yükləyim. Bu şəkildə yükləməyə çalışacağam, amma belə yükləməyə çalışanda da mənim fərqli mövzuda videolar tapmağım çox çətinləşir. Çünki yəni bəllidir ki, 10-cu sinifəm və yəni çox vaxt dərslərimlə məşğul olmalıyam. Ona görə mən də deyirəm ki, ən azından sizə belə videolar motivasiya verirsə, yəni xoşunuza gəlirsə, bu tip videoları çəkim, amma sizin istədiyiniz üsullarla. Məsələn, bəlkə aranızda Pomodoro üsulu ilə dərs oxumaq istəyən, amma necə oxuyacağını tam başa düşməyən, həm motivasiya alıb bəlkə elə başlamaq istəyən olar. Onlar üçün elə videolar çəkə bilərəm. Yəni istədiyiniz üsullar, ya fərqli bir üsul tapsaz, məsələn, səhər çox tezdəndən durub dərs oxumaq, ya gecə gec saatlara qədər dərs oxumaq, ya səhərə qədər dərs oxumaq heç yatmayıb. Bu tip əgər maraqlı video fikirləriniz varsa, mənə rəylərdə yaza bilərsiniz. Hamısını oxuyacağam və arasından sırayla həmin videoları çəkməyə çalışacağam. Çünki mənə də elə dərs oxumaq daha da maraqlı olar. Həm də sizinlə bir yerdə dərs oxumaq ekstra bir maraqlı olur həqiqətən. Həm də daha çox motivasiya alıram, yəni narahat olmayın. Belə onda sağ olun, sizlə video ilə baş-başa qoyuram. Belə, əgər videonu da bəyəndiysəniz kanalıma abunə olub like etməyi unutmayın. Bəli, Aliyə sizə yenidən nə demək istəyir? Mən fizikadan mexaniki dalğaları, səs dalğalarını bitirdim. Ətraflılardan da 18 sual yazdım, amma fərq elədim ki, ətraflılar axı bütün bölmənin ətraflıları olur. Hamısından mən də qabağı təbii ki, yaddaşımdan çıxartdığım üçün, ona görə yazamıram. Ona görə istəmirəm də ki, belə ötüşdürüm, elə-belə bir şeylər yazım, keçsin də istəmirəm. Ona görə hələlik bunu bağlayıram. Komple bu bölmənin bütün qaydalarını oxuyub sonra ətrafını işləyəcəm, qalanını. Çünki 35 sualda mən üçün nə uydurum yəni. Anlayırsınız. İndi yenidən mahnı ilə bir yerdə riyaziyyat yazacağam. 82 sualı idi loqaritmik tənliklərdən. Onu işləyəcəm. Dəftərin də qutuları daxilində zəfər. Bəli, azıcık qalmış. Mən bura loqaritmik tənlikləri sıçdıramıram. Ona görə bunu cırım. Özümə götürüm. Başqa bir dəftər. Bir də sabah səhər də çəkərəm o elədiyim şeyləri. Nəysə də belə ümumi belə video alacaq. Mən onda artıq riyaziyyatla işləməyə başlayıram. Video izaha falan baxmayacağam. Riyaziyyatda video izah işləmir uşaqlar. Çekiyor mu? Çekiyor. Sen gerizekalı mısın? Manyak mısın? Hafızan mı senin bozuk? Beynin mi bozuk senin acaba? Sen gerizekalı mısın? Ne diyorsun? Sorun yok. Devam ki. Hadi ben gittim. Bak. Eşek diyelim. Zopya hem vurdukça vurdum. Sinirlerim iyice gerildi. O anda vurdukça iyice sinirlerim geldi. Sinirim de. Bağlıyor çık kapını.
Bəli, bu arada aynam necə də təmizdir. Şu an fərq elədim videodan sonra. Hə, deməli mən riyaziyyatı bitirdim. 82 sualı 50 dəqiqəyə falan bitirdim. Çünki çox basit idi. Tam da dediyim kimi çıxdı. Yəni loqaritmik tənliklərin zaten bilirdim ki, ilk 82 sualı rahat olacaq. Düzdür, 50-yə qədər tam rahat gəlirəm. Amma 50-dən sonrası biraz cüzi çətinləşdi. Amma həll olunacaq kimi idi. Yəni heç həll olunmayacaq kimi bir şey deyildi. Hər nəysə, yəni riyaziyyat belə getdi. Bu arada bir şey deyəcəm. Mən sizə bayaq dedim ki, 11-ə 1 saat qalıb. O 1 saata da riyaziyyat yazıb yatacağam. Amma səndə mi saat? Mən səhv görmüşəm. 9 imiş o vaxt baxanda. Yəni şu anda da saat 10-dur. 1 saata bunu çıxartdım amma hələ 1 saatımız var. İndi gedəcəm biraz çay falan içəcəm. Bir 20 dəqiqə falan elə şey eləyib, sonra da oturacağam, qaydanı oxuyacağam fizikadan, ətrafların qalanını yazıb elə yatacağam. Sabah da səhər durub informatikanı yazaram, əlavələr eləyərəm. Polnu vaxtım olacaq, yəni qısacası. Onda mən videonu bağlayayım, son belə riyaziyyatın səhvlərinə baxım. Sonra da gedək çay içək. Sizə göstərmək istəyirəm. Belə üstü və loqaritmik funksiyaları bu şəkildə bitirdim. Çox sərgəli yazdım ilk dəfədir. Niyə? Çünki tənlikdir. Mən tənlik həll eləməyi niyəsə çox sevirəm. Rahatlayıram onu tapanda. İndi buradan işarətləyək. Deməli, çolağam. Hər nəysə, bu bitdi. Mexaniki dalğalar da bitdi. Səs dalğalar da bitdi. Qaldı bir dənə ətraflıq. Ətraflıq. Yeter buramıza geldi ya. Nedir bu? Bəli, Aliyə xanım yenə dərs masasının başındadır. Və indi də deməli qaldı bir dənə ətraflımız. Ətraflını da demişdim ki, qaydanı oxuyub sonra ətrafını yazacağam. Ona görə yəni fizikadan ətraflı. İndi bitirdim fizikanda. Fizikadan mexaniki dalğalar, səs dalğaları bu şəkildə yazmışam. Burada da ətraflılar. Belə ətraflardan biraz səhvim çox çıxdı. Sabah bir də baxaram, əgər düzəldə bilsəm bunlardan gedər. Amma bu günlük bu qədər. Bu arada saat tam olaraq 11-dir bu dəqiqə. Mən də artıq piyonlarımı geyinib, üzümü yuyub, dişimi fırçalıb yatıram. Sabah görüşmək üzrə. Bye. Sabahınız xeyir. Yine Aliye ve yine enerjik Aliyeniz buradadır. Saat 8 olmasına rağmen belə danışa bilirəm. Bəli, səhər gündən də biraz kadrlar qoymaq istədim. Çünki çox verimli keçirdim. Səhər durmuşam və belə idman eləyirəm səhər saat 8-də. Bunu da heç eləmirəm. Normalda bu dəfə qaza gəldim, elədim yəni. Birazdan da biraz hoqqa vermişəm. Yəni idman deyil bu əsla. Sonra da oturub yenə dərs oxuyacağam. Biraz da oradan kadrlar qoyub sonlandırıram artıq. Onda izləyin. Algoritmdən topludan 52 sual yazmalıymış. Bir də Koderadan 10.5-dən 25 sual. Bu mənim hazırlıq tapşırığım idi. Mən də əlavələr elədim ki, ingilis dilindən 2 dənə reading işləyim, 2 dənə listening işləyim, bir də 5-ci sinif sözlərindən 12 unitdir, 4 unitini təkrarlayacağam bu gün. 3 yerə bölmək istədim. Belə, yəni birinci əlavələrlə başlayacağam. Ona görə indi WhatsApp-ı açım buradan. Biraz da retro mahnılar dinləyək. Çünki ingilisinə mətn oxuyanda belə mahnılar lazımdır. İndi isə informatika yazırıq. Artıq burada videonun axırına gəldik. Çünki mən informatikadan 52 sualda işlədim. 25 sual Koderadan qaldı, amma onu eləməyə nə Aliyənin beyni qaldı, nə də ki Aliyə qaldı ortada. Yəni o dərəcə çox yoruldum. Ümumiyyətlə blok sxemlə işləyəndə də adam daha da yorulur və çox qəribə oldum. Heç işləyə də bilməyəcəm kimi hiss edirəm. Amma yeməyimi yeyəndən sonra əgər vaxtım qalsa və
o enerji gəlsə, onu da işləyib elə hazırlığa gedəcəm. Amma görürəm ki, deyil deyəsən, o dövldə yəni. Baxarıq, eyb yoxdur. Onsuz da məncə çox qəşəng dərs oxuduq. Çünki yəni informatikanın da böyük bir sual hissəsini, yəni sualların böyük bir hissəsini yazdım, əlavələr də elədim. Onda sağ olun, salamat qalın.